Bu ilin yanvar-mart aylarında Azərbaycandan 367 nəfər deportasiya edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilibdir və Dövlət Miqrasiya Xidmətindən onu da bildirirlər ki, ötən ay müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı 4797 müraciət olub. Belə ki, bu ilin mart ayı ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması və ya müddətinin uzadılması ilə bağlı 4797, daimi yaşama icazəsinin alınması və ya müddətinin uzadılması ilə bağlı 349 müraciət daxil olub. Həmçinin bildirilir ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 714 müraciət daxil olub. Eyni zamanda qeyd edilib ki, ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən bu ilin mart ayı ərzində ümumilikdə 98 qərar qəbul edilib.